Salam dəyərli müəllimlər, xoş gördük hər birinizi. Bildiyimiz kimi artıq MİQ imtahanına az vaxtımız qalır. Sertifikasiya imtahanını uğurla verdik. Bütün müdavimlərimizi bir daha təbrik edirəm. Ümumiyyətlə MİQ və sertifikasiya proqramına son artırılan mövzulardan bir mövzumuz var. Fəza fiqurları vacib bölmədir və müəllimlərin sonradan artırıldığı mövzu olduğuna görə biraz çətinlik çəkdiyi mövzudur. Amma kanalımızda fəza fiqurlarına bağlı kifayət qədər izahımız var. Fəza fiqurları bir prizma, sonra fiqurdan kəsib çıxartmalar və s. İndi imtahan qabağı müəllimlərin təkrar edəcəyini düşünüb növbəti bir izahla qarşınızdayıq. Eyni zamanda 2027 sertifikasiya imtahanı hazırlaşan müəllimlər də mütləq bu izahı dinləsinlər. Baxaq, birinci sualımız. Kubun tillərinin uzunluqları cəmi 96 cm-dir. Onun səthinin sahəsini tapın. Kub və kuboiddən danışacağıq müəllimlər. Həm səthinin sahəsi, həm tillərin cəmi hər bir sual fərqli sualdır ki, tam öyrənək. Deməli müəllimlər, kubdan danışanda biz bilirik ki, kub bütün tilləri və üzləri bərabər olan fəza fiqurudur. Tillərin uzunluqları cəmi. Kubun tillərinin uzunluqları cəmi 12 A düsturundan hesablanır. Yəni tili A-dırsa da təbii ki, tili B olsa 12B olar, 12C olar. Bu niyə belə yazır? Çünki 12 dənə tili var. Baxın, hansılardır tillər? 4 dənə yan til 1, 2, 3, 4. 4 dənə oturacaq 1, 2, 3, 4. 4 dənə də yuxarı oturacaq 1, 2, 3, 4. 4, 4, 12 dənə. İndi tillərin uzunluqları cəmi 96-dır. 12-yə bərabərdir 96. A da bərabərdir 96-nı 12-yə böləndə 8. Deməli, tilinin biri 8-dir. Bunu bildik. Bizdən isə səthinin sahəsini tapın. Baxın, dəyərli müəllimlər, bəzən sualda soruşa bilər, səthinin sahəsini tapın, tam səthinin sahəsini tapın, yan səthinin sahəsini tapın. Səthinin sahəsini tapınla tam səthinin sahəsini tapmaq eyni şeydir. İkisində də düsturumuz 1-dir. Kubun 6 dənə üzü var, 6 dənə kvadratdan təşkil olduğuna görə tam səthinin və ya səthinin sahəsi S bərabərdir 6A kvadratı düsturundan hesablanır. Və ya S bərabər yan səthi də desə 4A kvadrat olacaq. A-nın qiyməti 8-dir. Buradan 6 vurulsun 8-in kvadratı 64. 6-nı 64-ə vuranda 384 eləyir. Doğru cavab elədir. A variantı. Bir də müəyyən suallar ola bilər. Mən daha ətraflı izah edeyim. Bilən müəllimlər təbii ki, mən niyə bu qədər dünən baxıram bir dənə izah paylaşmışam. Son sertifikasiya sualını müəllim bir yazır ki, müəllim. Mən elə şifaha yazdım. Şifaha yaza bilərsən, amma şifaha yazmaq üçün nə etmək lazımdır? Birinci nəzəriyyəni bilmək lazımdır, qayda qanunu öyrənmək lazımdır. Növbəti sualımıza baxırıq. Bir üzünün sahəsi 36 kvadrat santimetr olan kubun bütün tillərinin uzunluqları cəmini tapın. Bu ikinci sual, birinci sualın elə bil tərsidir. Bir üzünün sahəsi 36-dır. Dedik ki, kubun, az öncə dedik, bir üzü nəyə bərabərdir? Bax, bir üzü bunun kvadratdan təşkil olunur. Bir üzünü bura çəkək. Həmin kubun bir üzü budur. Və bu kvadratdır. Deyir, sahəsi 36-dır. Dəyərli müəllimlər, 36 nəyin kvadratıdır? 36 6-nın kvadratıdır. Yəni 6 vur 6-dır. Onda bunun bir tili 6-dır. Tərəf deməli tilinin biri 6-dır. Bütün tillərin uzunluqları cəm isə az öncə dedik 12A düsturudur. Hər dəfə düsturu, qaydanı təkrar deyirəm ki, sizdə vərdiş halını alsın. Bütün tillərin uzunluqları cəmini bizdən soruşduğuna görə 12 vurulsun 6, bu da bərabər eləyəcək 72. Doğru cavab C variantı. Növbəti sualımıza baxırıq. Kubun səthinin sahəsi 294 kvadrat santimetrdir. Onun bir üzünün perimetrini tapın. Deməli, kubun səthinin sahəsi, yəni 6A kvadratı, yazıram 6A-nın kvadratı bərabərdir 294-ə. Buradan A kvadratını bərabərdir 294-ü 6-ya böləndə 49 alınacaq. İndi bunun tili 49-dur. Daha doğrusu bir üzünün sahəsi 49-dur. Onda tili nəyə bərabərdir? 7-yə. Bir də sizə bir vacib məsələni qeyd edeyim. 20-yə qədər ədədlərin kvadratını, 10-a qədər ədədlərin kublarını əzbər öyrənin ki, bu sualların həllində sizə köməklik göstərsin. Deməli, tili bunun 7-dir. Bir üzünün perimetrini bizdən soruşur. Baxın, dəyərli müəllimlər, bir üzü də budur. Bir üzü budur. Bura 7 yazsaq, onda perimetri 4 vurulsun 7, 4 dəfə 7, 28. Çünki kvadratın perimetri 4A düsturundan hesablanır. Doğru cavab elədir A variantı. Növbəti sualımız. Kubun bir üzünün perimetri 36 cm olarsa, dedik ki, kubun bir üzü kvadratdır. Bunun bir üzü perimetri 36-dırsa, 36-nı böləcəm 4 yerə.
36-nı 4 yerə böləndə 9 alarıq dəyərli müəllimlər. Deməli bunun bir tərəfi 9-dur. Başqa cür desək, tili 9-dur. Səthinin sahəsi isə 6a-nın kvadratıdır. Düsturda sadəcə olaraq gətirib yerinə yazacaqsan. 6 vurulsun 9-un kvadratı. Bu da yəni indi kvadrat kimi yazmayaq. 9-un kvadratı ilə 9 vur 9 81 deməkdir. 6-nı da 81-ə vuranda 486. Doğru cavab elədir B variantı. Baxırıq növbəti sualımıza. Növbəti sualımız müəllimlər kuboidlə bağlıdır. Kublarla bağlı suallar işlədik. Gəlir indi kuboid. Bunun adı digər adı düzbucaqlı paralelipipeddir. Amma yeni 4-cü sinif dərsliyində kuboid olduğuna görə, imtahanda da kuboid olduğuna görə biz də bunu kuboid kimi yazmışıq. Amma yəni sual düzbucaqlı paralelipiped kimi də təqdim oluna bilər. Deməli, baxaq. Bu da deməli düzbucaqlı paralelipipeddir. Burada 3 üzünün sahələri uyğun olaraq 68, 84 və 64. Əslində bu da 4 bucaq kubda prizmanın bir növüdür. Sizə şiddətlə tövsiyə edirəm ki, mənim kanalda yerləşdirdiyim prizma dərsi var. Fəza fiqurları bir prizma. Ora baxın. Orada sizin üçün daha detallı, yəni mövzu izahını vermişəm. Baxın, uyğun olaraq 68, 84 və 64. Onun səthinin sayəsini tapın. Kuboiddə tillər bir-birindən fərqli ola bilər. Deməli, onda bunun tillərini biz A, B, C götürsək, baxın, mənə baxan üz var burada. Bunun sahəsi AC-dir. Onda olacaq AC. Bu AC-dən burada da var da, arxa tərəfdə var. Ona görə bunun hamısını biz 2-yə vuracaq. Bu öz yerində. Üstə gələk. Burada bu BC var. Bax, bu tərəfdən baxanda. Burada da bu var da, bu eynisi. Yazıram BC. Üstə gələk. Aşağıdakı sahə nə qədərdir? Bax, bu oturacaq. A vurulsun B. Hamısı düz bucaqlıdır da bunlar. Ola bilər mən tam simmetri çəkməmişəm. Eyni qaydadır. İndi o da olacaq AB. Düsturumuz isə hər birindən 2 dənə olduğuna görə 2 vurulsun AC üstə gəl AB. Dəyərli müəllimlər, bunları niyə belə detallı göstərim ki? Yəni düsturu əzbərləməyin də başa düşün ki, hardan alınır. Artıq AC-ni tilləri verməyib, bizə rahat sahələri verib 68, 84, 64. 2 vurulsun 68. Yəni üzlərin sahələridir. Hər üzdən də 2 dənə olduğuna görə toplayıb 2-yə vururuq. 84 üstə gələk 64. Bunları toplayıb 2-yə vuranda dəyərli müəllimlər alınacaq 432. Cavab C variantı. Sonra gəldik 6-cı sualımıza. 6-cı sualda kuboidin bu dəfə tillərin uzunluqları cəmini bizdən soruşur. Tilləri A, B, C olsa, biz kubda bütün tillər bərabər olduğuna görə 4 toplayırdı, 12 eləyirdi. Amma burada tillər fərqlidir axı, 4 dənə yan til burada oturacaq, sonra C-lər. Ona görə biz burada hər tildən 4 dənə olduğuna görə belə yazacağıq. 4 A üstə gələk, B üstə gələk, C. Bu kuboidin, burada kuboidin olmalıdır, dəyərli müəllimlər. Yox, elə sualdır. Kubun, bildim. Tillərin uzunluqları cəmi budur. Bunu da bizə verib 45. Düzdür, düsturun üçün burada bir önəmi yoxdur. Yəni sadəcə verib şərtdir, amma yenə də yazdım ki, görəsiniz. Kubun tillərinin uzunluqları cəmi isə bunun 5-də 4-üdür. 45-in 5-də 4-ü, 45-i 5-ə bölüb 4-ə vurursan və ya 5-də 4 hissəsini tapırsan, elədi nə qədər? 36. Deməli, biz tapdıq ki, bizim kubumuzun tillərin uzunluqları cəmi 36-dır. Amma kubun səthinin sahəsi, elə bir kuboiddən kuba keçmişik. Kubun tillərin uzunluqları cəmi 36-dırsa, onda bir til nəyə bərabərdir? 12A bərabər 36, A da bərabər 3-ə. Deməli, kubun tillərin uzunluqları cəmi, daha doğrusu bir til 3 imiş. Bizdən isə kubun səthinin sahəsi 6 vurulsun A kvadratı. Yəni 6 vurulsun 3-ün də kvadratı 9. 6 dəfə 9, 54 kvadrat santimetr. Doğru cavab elədir. D variantı. 7-ci sualımız. Kuboidin bütün tillərinin uzunluqları cəmi 112-dir. Eyni suala indi burada düstur bizə lazım olacaq. Dedik ki, tilləri A, B, C-dirsə, fərqli hərflərlə də işarə edə bilərsiniz. Heç bir problem yoxdur. Düsturumuz A üstə gəl, B üstə gələk, C-dir. Və bunun cəmini 112-yə verib. 2 tilin uzunluğunu da verib. Müəllim, bunu A götürək, hansını B götürək? Fərqi yoxdur. Hansını ürəyin istəyir götür. Buradan tillərini tutaq ki, A-nın yerində olsun 8, B-nin yerində olsun 11, üstə gələk C bərabərdir. 112-ni də 4-ə böləndə alınacaq nə qədər? 28. 4 dəfə 8, 32. Buradan da 8 ilə 11, 19, üstə gələk C bərabərdir 28. C də bərabərdir. 28 ilə 19 çıxanda qalır 9. Deməli,
tilinin uzunluğu 9'dur. B variantı. Yəni burada sən düsturu bilməlisən ki, yazıb növbəti tilini tapasan. Amma başqa şey də soruşa bilərdi. Kuboidin səthinin sahəsi. Artıq sənin üçün 3 dənə til məlumdur. Dediyim düsturu yazıb rahat tapa bilərik. 8-ci sualda elə bu düstur lazım olacaq. Səthin sahəsi düsturu. Kuboidin ölçüləri 4, 8 və 9'dur. Deməli 4, 8, 9. İstədiyiniz formada yaza bilərsiniz bunları. Səthin sahəsini tapın. Səthin sahəsi düsturumuz S bərabərdir 2 AB üstəgələk AC üstəgələk BC düsturudur. Gəlin bunları adlandıraq ki, düsturda çaşmayaq. Sizin burada çaşma ehtimalınız yüksəkdir. İmtahan həyəcanından və s. 4'ü 9'a vurub 36'ını 2 dəfə təkrar toplaya bilərsiniz. Onsuz da biz burada bunu yazmışıq və ya 8'i 8'e vura bilərsiniz, çaşa bilərsiniz. Ona görə bunları adlandırın. A bərabərdir 4, B bərabərdir 9, C də bərabər 8. Yəni, dəyərli müəllimlər, cüt vurub toplayırıq. İndi 2 vurulsun AB 4 dəfə 9, 36, üstəgələk AC 4 dəfə 8, 32, üstəgələk BC 9 dəfə 8, 72. Bu da bərabərdir. 2 vurulsun, bunları toplasaq 140 eləyər. 2-ni də 140'a vuranda elədi 280. Doğru cavab C variantı. Növbəti 9-cu sualımız. Kuboidin səthinin sahəsi 696 kvadrat santimetrdir. İki üzünün sahəsi isə uyğun olaraq 88 və 104'dür. Kuboidin 3-cü üzünün sahəsini tapın. Düstur 2 vurulsun AB üstəgələk AC üstəgələk BC bərabərdir 696'ya. 2 üzünü də bizə verib 88 ilə 104. AB bunun üzlərinin sahələridir də. Yerinə yazar. AB-nin yerinə 88 yazıram. AC-nin yerinə 104 yazıram. Üstəgələk BC, biz BC-ni tapmalıyıq. 696'nı 2'yə böləndə alırıq nə qədər? 348. Buradan da BC bərabərdir. 88 ilə 104'ü toplayıb 348'dən çıxanda eləyir 156. Doğru cavab D variantı. 10-cu sualımız dəyərli müəllimlər. Kubun səthinin sahəsi 1536 kvadrat santimetrdir. Kuboidin səthinin sahəsi bunun 64'də 47 hissəsinə bərabərdir. 1536'nın 64'də 47 hissəsini tapaq. Ədədin hissəsini tapmaq üçün ədəd hissə göstərəndə də vurmaq lazımdır. Yəni 1536'nı 64'ə bölüb 47'yə vuracaq. Bu cavab eləyər 1128. Hesablasaz bunu 1128 alacaqsınız. Kuboidin iki üzünün də sahəsi uyğun olaraq 168 və 192 olursa 3-cü üzünün sahəsini tapın. Artıq gəldik 9-cu sualdakı qayda. Yəni 2 AB üstəgələk AC üstəgələk BC bərabərdir 1128. Uyğun olaraq sahələr AB-nin yerinə 168 yazıram. AC-nin yerinə 192 yazıram. Üzərinə gəlinsin BC. 1128'i buradan 2'yə bölürük. 1128'i 2'yə böləndə 564. Buradan da BC üzünün sahəsi bərabərdir. Bu ikisini toplayıb 564'dən çıxanda 204 ala bilirik. Doğru cavab elədi Y variantı. Növbəti sualımız 11-ci sualımız. Kuboidin ölçüləri 8, 12 və 15'dir. Kubun səthinin sahəsi kuboidin səthinin sahəsinin 11'də 6 hissəsinə bərabərdir. Kubun səthini tapın. Əvvəlcə biz kuboidin səthinin sahəsini tapaq. Kuboidin tillə ölçüləri bizə verilib. Tilləri A bərabərdir 8 olsun. B bərabərdir 12 olsun. C bərabər 15 olsun. Düsturumuz 2 vurulsun AB üstəgələk AC üstəgələk BC. Yerinə yazsaq 2 vurulsun AB 8 dəfə 12 96. AC 8 15'ə vuranda 120. Üzərinə gəlinsin BC 12'ni 15'ə vuranda 180. Bunları toplayıb 2'yə vuranda cavab eləcək 792. Bu dəyərli müəllimlər kuboidin səthinin sahəsidir. Bizdən kubun səthinin sahəsi soruşur və bu kubun səthinin sahəsi də bunun 11'də 6 hissəsinə bərabərdir. 792'nin 11'də 6 hissəsi 792'ni 11'ə bölüb 6'ya vursaq 432 kvadrat santimetr. Doğru cavab elədi dəyərli müəllimlər B variantında.
Dəyərli müəllimlər, cəmi 15 dəqiqə vaxtınıza gedib, video 15 dəqiqə çəkdi. 15 dəqiqəyə ən azı kub və kuboidlə bağlı sətin sahəsi, tam sətin sahəsi, tillərin cəmi və bunlarla bağlı sualları təkrar elədiniz, bilməyənlər də öyrəndi. Hər birinizə uğurlar arzulayıram. Növbəti izahlarımızda görüşərik. Eyni zamanda sertifikasiya 2027 imtahanı üçün növbəti yay qrupuna qeydiyyat hazırda davam edir. Bu nömrə ilə əlaqə saxlayıb qoşula bilərsiniz və ətraflı məlumat ala bilərsiniz. Sağ olun dəyərli müəllimlər. Növbəti izahlarda görüşərik. Hələlik.